Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən Windsor Kral açılış şousu uğurla başa çatıb. Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, sərhədçi rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin Süvariləri dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanıb. Hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilib. Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən 2 dəyərli sənət nümunəsi də təqdim edilib. Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə də qonaqlara məlumat verilib. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı 3-cü Charlesa hədiyyə edilib. Rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburgh Hersoqu Şəhzadə Edvarda təqdim olunub. Banu Çiçək Hüseynli, Səs TV.